Müəllimə, bu sualda fikir verin klonlaşdırmadır. Mən dünən dərs izah eləyəndə nə dedim sizə? Deməli, dedi ki, biz bax klonlaşdırmada bax bu idi. Birinci qoyunun yumurta hüceyrəsi götürülür, ikinci qoyunun da somatik hüceyrəsi, düzdür? Somatik hüceyrəsi və yerləşdirilir üçüncü surroqat anaya və klon. Surroqat ana avtomatik dişidir, çünki dişinin balalığına yerləşdirilir. Yumurta hüceyrəsi çıxarılan da avtomatik dişidir. Çünki yumurta hüceyrə dişiyə məxsusdur. Deməli, burada bu qoyunla bu qoyun 100% dişidir. Yəni, bunun başqa versiyası yoxdur. Dişidən başqa versiya yoxdur. İndi baxaq cavablara. Deyir ki, hansı ehtimallar doğrudur? Bir erkək, 3 dişi. Gəlin görək, bir erkək 3 dişi ola bilər. Bu 4 dənədən əgər ikisi 100% dişidirsə, axı burada onda bizdə 3 dişi ola bilməz. Aydındır? Yəni 2 dişi dəqiq varımızdır. Bunun biri erkəkdirsə, bu erkəkdirsə, əgər bunun şərt daxilində bir erkək götürübsə, bu erkəkdirsə, ondan yaranan klon da eyni olmalıdır. Bununla bunun belə deyim, nədir bunun adı? Cinsiyyəti eyni olmalıdır. Əgər bu bir erkək 3 dişi götürübsə, 3 dişi, bax burada 2 dişidir. Bunu erkək götürsə, bu da erkək olmalıdır. Yəni 2 dişi, 2 erkək olma versiyamız var bizim. Ona görə bu səhvdir. 2-yə baxaq, deyir ki, bir dişi 3 erkək. Bir dişi olma ehtimalı, yenə deyirəm, ümumiyyətlə yoxdur. Ən azı 2 dişi olma ehtimalım var. Ona görə bu cavab da getdi. 3-ə baxaq. 4 dişi. İndicə baxaq. 4 dişi. 2 dənə dişim var. Dişi var. Əgər bu qoyunu da mən dişi götürsəm, avtomatik bundan yaranan da dişi olmalıdır. Bəli, 4 dənə dişi ola bilər. Ehtimal var. Deməli, 3 doğru fikirdir. 2 erkək, 2 dişi. Niyə də yox? 2 dişi avtomatik varımdır. Əgər bunu da erkək götürsəm, bundan da bunun. Dedim ki, cinsiyyəti eyni olacaq. 2 dişi, 2 erkək. Doğrudur. 3 ilə 4 doğru fikirdir. 4 erkək yenə ola bilməz. Yenə deyirəm, yenə avtomatik sənin nağdı 2 dənə dişin var. Ona görə 4 dənə erkək ola bilməz. Onun üçün 3 və 4 doğru cavabı idi.